dostlar, videoma hoş geldiniz. Ben Ziver. Bugün videonun başlığından da gördüğünüz gibi məktəbin ilk günü videosunu çəkirəm. Əslində bugün sentyabrın 14-düdür. Yəni məktəb sabahdır, sentyabrın 15-dədir. Amma mən niyə indidən başladım videoya? Çünki sabah səhər saat 6-da oyanacağam və səhər 6-da həm məktəbə hazırlaşmağa çalışacağam, həm video çəkməyə çalışacağam, həm də oyanmağa çalışacağam. Ona görə video çəkmək mənim üçün biraz çətin olacaqdır. Video çəkmək yox, əslində giriş eləmək çətin olacaqdır. Ona görə düşündüm ki, girişi indidən eləyim. Sabah videoya rahat bir formada davam edeyim. Saçlarımı düzləşdirdim indi. Əslində axşam düzləşdirəcəkdim. Sadəcə düşündüm ki, videonun girişini eləyəcəyim üçün indidən düzləşdirim. Saçlarımı da belə düzləşdirdim. Və yağış yağır, çöldə yağış yağır. Bayaqdan da dayanmadan yağış yağır. Hətta gecədən də yağır yağış. Çünki mən gecə oyanmışdım. Oyananda yağışın səsinə oyanmışdım hətta. İnşallah ümid edirik ki, sabah hava belə olmaz. Çünki belə olsa bayağı soyuq olacaq. Məktəbin ilk günündə də yəni soyuq olmasını istəməzdim. Yadımdadır ki, keçən il sentyabrın 15-də, hətta 15-i 16-sında hava yaxşı idi. Mən qolqusa ilə getmişdim dərsə, məktəbin ilk gününə. Və hava yaxşı idi, amma bu il elə olmadı. Çünki hava soyuqdur. Belə, hava soyuqdur. Səhv eləmirəmsə, sentyabrın 11-dən 12-sindən havalar soymağa başladı. İndi də soyuqdur. Soyuqdur. Yağışın da videosunu qoyaram indi bura, baxarsınız ona da. İndi dostlar, sizinlə birlikdə məktəb çantamı hazırlamaq istəyirəm. Əslində keçən videomda çantamı birlikdə hazırlamışdıq. Sadəcə mən İndi sizinlə birlikdə məktəb çantamı hazırlayacağım. Çünki keçən videomdan sonra məktəb çantamdan dəftəri çıxartdım. Yadınızdasa dəftər qoymuşduq. Bir dənə riyaziyyat dəftəri qoymuşduq. Onu çıxartdım çünki çantanın içində əzilirdi. Düşündüm ki, məktəbə bir gün qalmış. Onu qoyaram deyə düşündüm. İndi məktəb çantamı sizinlə bir daha da hazır edəcəm. Çünki sabah artıq məktəbdir. Çantamı götürüm gəldim. Çantam hal-hazırda içində heç nə yoxdur. Dəftər var idi, onu çıxartdım. Bir də mən kitab da qoyacağım. Çünki keçən il biz Azərbaycan dilindən kitab istifadə eləmişdik. Yadımdadır, mən arxa partada oturmuşdum. Müəllimə demişdi ki, kitabın səhv eləmirəmsə 48-ci səhifəsini açsın demişdi, ya da 45, bilmirəm. İndi kitab da qoyacağım. Amma hansı kitab qoyacağım, bilmirəm. Hansı kitab qoyum? Azərbaycan dilini qoyum. Azərbaycan dilini qoyum. Riyaziyyatın dəftəri. Riyaziyyatın kitabını qoyum. Qoymaq istəmirəm, ağır olacaq. Bir də ki, mənim rus dili kitabım yoxdur. Neçə dənə kitab var? 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12 dənə kitabım var. Rus dili yoxdur. Nəysə, bilməm. Məktəbdə soruşaram onu. Başqa nə yazaydım? Azərbaycan dilinin kitabı, riyaziyyatın dəftəri. Məncə bu qədər bəsdir. Bir də şey də qoyacağım. Koreya dil dəftərini qoyacağım. Çünki məktəbin ilk günü olduğu üçün çox da dərs keçəcəyini düşünmürəm. Dərs keçilməyəcəyi üçün də bəzi dərslər biraz boş keçəcək. Boş keçəndə də sıxılmamaq üçün yalnız qalacağam. Bəli, mən yalnız qalarım həmişə. Və sıxılmamaq üçün Koreya dilindən yazmalı olduğum şeylər yazacağım. Bir bu, bir də Koreya dilindən əvvəlki dəftərim. Bu arada mən dostlar hələ də məktəbin ilk gününə saçımı necə yığacağımı bilmirəm. Ağlımda heç bir şey yoxdur. Yağış yağır, səsini eşidirsiniz. Nəysə. Saçımı necə yığacağımı bilmirəm, amma bir şey var, onunla yığacağım. Bir dəqiqə göstərim. Baxın, saçımı bununla yığacağım. Baxın. Bununla
saçımı yığacağım. Çünki çox şirindir. Məktəbin ilk gününə hər nə qədər 10-cu sinif şagirdinin istifadə eləməyəcəyi bir şey olsa da, mən 10-cu sinif olsam belə istifadə edəcəm. Taxacam saçıma. Belə taxmayacam təbii ki də. Saçımı bir şey eləyərəm, arxadan falan belə taxaram. 2 dənədir. Çantam da hazır. Və dostlar, dırnaqlarımı göstərmişəm. Minnacık, qısa dırnaqlarım. Əslində dırnaqlarımı düzəltdirməyəcəkdim. Ağ dırnağım var idi. Keçən videomda yəqin ki gördünüz, ondan əvvəlkində də. Ağ dırnaqlarım var idi. O dırnaqları dəyişdirdim. Əslində dəyişdirməyəcəkdim. Niyə dəyişdirdim? Çünki mənim bu dırnağım qırıldı. Necə qırıldı? Burası, baxın, dırnağımın burası dibdən qopmuşdu. Mən də çıxartmağa çalışdım, qopartmağa çalışdım. Olmadı. 2 gün keçdi üstündən və 2 gün ərzində hər yeri ilişirdi, incidirdi. 2 gün keçdi. Mən səhvən dırnağımı divara belə elədim. Səhvən oldu. Və gördüm ki, qopur. Qopartdım. Ona görə getdim, təzən düzəltdirdim. Amma bu dəfə daha da qısa oldu. Qısalığa baxın. Və mən bunu Instagramda story göstərmişdim. Şəklini qoyuram bura. Baxın. Instagramda da takip etmək istəyənləriniz varsa aşağı adımı yazıram. Takip edə bilərsiniz. Çünki belə xırda şeyləri, çox da böyük olmayan məsələləri Instagramda story paylaşıram. Günlük də bəzən bir neçə şey paylaşıram. Ona görə Instagramdan takip etmək istəyənlərlə eləyə bilər. Nəysə, deyəcəklərim bu qədər idi. Sabah olsun, video davam eləyəcəm. Bir dəqiqə. Kesiş eləyirəm. Kesişlə sabah keçirik. İndi mən oyandım. Saat 7-yə qalır. İndi geyinəcəm paltarımı. Makyajımı elədim. Sonra video açdım. Çünki makyajsız biraz... İndi paltarımı geyinirəm. Onu da sizə göstərim. Məktəb paltarım budur. Bunu axşam vlogumda göstərmişdim. Köynək bu. İndi yufqamı göstərim. Bu da belə. Mən göğü sevmədiyim üçün bunu geyinirəm. İndi geyinim, gəlirəm. Geyincə. Geyindim indi mən. Birazdan daha yaxşı göstərəcəm sizə. İndi sadəcə köynəyimi görürsünüz. İndi bunu bağlayıram. Bunu da bağlayayım görəsən. Bağlayayım. Saatı göstərim. Saatda baxın. Saat 6:44'dür. Saat 7:30'da evdən çıxaram yəqin. Və Nərminlə gedəcəm dərsə böyük ehtimalla. Belə. Onu da zaten çəkəcəm. Onsuz hər şeyi görəcəksiniz. Mən necə göstərim. Mən necə göstərim sizə paltarımı? İndi saçımı düzləşdirirəm. Əslində düzdür, amma dünən düzləşdirmişdim mən son. Ona görə indi yenə düzləşdirirəm. Saçımı göstərəm. Anam saçımı yıxdı. Siz də görün. Saat 8-ə qalır. Biz də evdən çıxırıq. Buludları da sizə göstərmək istədim. Daha doğrusu havanı ya da buludları, hər nəysə. Buludlar belədir, çox qəşəngdir. İndi biz də evdən çıxırıq. Gedirik. Biz deyəndə ki, yəni mən anamla bir yerdə. Nərmin, mən indi bir yerdə gedirik məktəbə. Sakız aldım. Su da aldım. Anam aldı. İbi nə? Ayaqqabısını bağlayır. Mən də... Aa, batıb. Baxın, batıb. Sakız. Bu arada mən deməyi unuttum. Mən dünən çantamı yığmışdım.
sadəcə Azərbaycan dili kitabı qoydum axı. Sonra mən onu dəyişdirdim çünki bizə 3 günlük cədvəl atdılar. Mən də ona görə çantamı yığdım. İlk dərsdə rus dilidir. Mən də rus dili kitabım yoxdur. Müəlliməyə deyəcəm, ilk gündən şey deyəcəm. Deyəcəm ki, mənim kitabım yox deyə. Nərmin. Nərmin çox şirin görünür. Mənə bax. Bəli. Ay, nə şirin də. İndi biz məktəbə çatırıq. Məktəbə çataq. Məktəbə girək. Sonra baxarıq. İnşallah məktəbdə video çəkə bilərəm. İnşallah məktəbdə video çəkə bilərəm. Elə ödünürsən gecikə bilərəm. İnşallah məktəbdə video çəkə bilərəm. Biz indi 3-cü dərsə giririk. Tənəffüs oldu. Mən 4-cü mərtəbədəyəm. Nərmin 1-dədir, mən 4-dəyəm. Bəyəm. Axırıncı dərsə giririk. Sonuncu 6-cı dərsə giririk. Dərsdən çıxdıq, indi gedirik evə. Nərmin də yanımdadır. Göründü, paylaşacağım. Suku dəyirik marketə. Çünki acından ölürük. Hal-hazırda. Gedirik yəni. Dərs günü məktəb heç maraqlı keçmir. Gedirik. Bəli. Onun ortasına gidirik. 3 qızıq gedirik. Məryəm, Zivər, Nərmin. Məktəbli bir şagird dərsdən evə qayıdır. Yaxşı. Belki Bodrum'dadır. Güzel de güzel. Ay diye. Qaçma. Murat. Bu da Nərmin. Yetişmədə çox. Bu da mən. Bunun rənginə bax. Negro olmuşam. Bu ikisini aldıq. İndi gedirik. Belə. Bu da mənim ayaqlarım negr deyir. Şeyin rənginə görə deyir. Normalda ayaqlarım bu qədər də negr deyil yəni. Nigga deyiləm yəni bu qədər. Yoldayıq, evə gedirik. İndi Nərminlə bir yerdə. Məryəm getdi öz evinə. Biz də gedirik öz evimizə. İndi paltarımı dəyişdirirəm. Və axırıncı dərs, məktəbdə olanda axırıncı dərs, arxadan kimsə müəlliməyə qışqıra dedi ki, Zivər blogerdir dedi, nə dedi, kimsə, hansısa bir qız idi deyəsən, arxadan qışqıra dedi. Allah ağıl versin, onu hansı ağılla deyib, görəsən. Bir dənə CV yollaşımda belə eləyim. Zivərlə şəklimi seç, Instagramda story'da paylaşacağım. CV yollaşımda bizim şəklimizi seçdi sonra. Mənim CV yollaşlarım həqiqətən çox cringe-dilər. Yəni, mən cringe-əmsə, onlar mənə 5 bətər cringe-dir. Bu videoya da baxdıqlarını bilirəm. Çox cringe-siz. Yəni, bir insan niyə sinifin ortasında Zivər blogerdir deyə qışqırar, yəni. Allah ağıl versin hər birinizə. Artıq gördüyünüz kimi mən evdəyəm. Məktəbdən qayıtdım. Saat da deyim sizə. Saat 3'e işləyir. Birazdan yarışı olacaq. Məktəbdən qayıtdım. Çantamı çıxardım. Bu arada çantam çox ağır idi. Dostlar, 2 dənə kitab var idi içində. Çox da heç lazım olmadı. Amma yəni boşuna aparmış oldum. Gəlin sizə məktəbin ilk gününün necə keçdiyi haqqında danışıyorum. Məktəbin ilk günü hər zamanki kimi, yəni hər il olduğu kimi çox maraqsız və boş keçdi. Mən yenə hər zaman olduğu kimi birinci partada oturdum. Tək oturdum. Həmişə birinci partada tək otururam. Bu il də elə oldu. Birinci partada tək oturdum. Və dostlar, mən sizə videonun ən başında dedim ki, mənim rus dili kitabım yoxdur. Çantamı hazırlayarkən demişdim. Demişdim ki, rus dili kitabım yoxdur. Sonradan öyrəndim ki, dostlar, rus dili kitabı heç kimdə yoxdur. Yəni, mənlə yanaşı sinifdə heç kimə rus dili kitabı verilməyibmiş. Videom bura qədər idi. Ümid edirəm ki, videodan tam razı qalarsınız. Əgər sona qədər izləmədinizsə... Əgər videonun sona qədər izlədinizsə, like atmağı və kanalıma abunə olmağı unutmayın.